Elza xanım, masajın faydaları haqqında zəhmət olmasa məlumat verərdiniz. Masaj insan üçün çox faydalıdır. İnsan orqanizmi həm işdə olan insanlara, həm evdə olan xanımlara çox faydalıdır. Ona görə masaja gəlmək dəyər, insan çox rahat olur, insan boyunda olan osteoxondroz üçün, onurğalar üçün çox faydalıdır. İndi ev şəraitində masajda, belə bir yerdə masajda çox fərqi var. Ona görə bir belə müalicə kimi o da olur. İnsan üçün gələcəkdə də çox yaxşı təsir eləyir. Artıq çəki də o öz diyetədə saxlayanda, biraz idmanla məşğul olanda həm masaj da çox yaxşı fayda göstərir onun üçün. Ona görə həyat tərzi kimi olanda, vaxt-vaxtında gələndə çox yaxşı olar masaja. Hər kəsə çox məsləhət görürəm ki, masaja gəlsinlər, həyat tərzində